Bura hara yoluydu? Nava yolu. Nava yolu. Bak biri burada. 4-5 arkada. Biri bir. Biri bir. De baba ne? Valla ne kadar maşın var ha burada. Yavaş sürə çəkərdik də bunların hamısı. Çəkdim də. Videoda adamsın. Hamısı çəkdim. Hamısı. Yollara baxın. Yağma. Nə gündə elə bir bomba atıblar. Bu yetim də burada. Arkada da bir 5 dənə maşın. Yəni bu çəkdiklərimizin arxada 5 dənə, içi bizim maşındadır. İçi bizim maşın. Səhərdən zapaskanı dəyişib qoymuşam. Ne qabaqda bir avariya yandırıb yolun qırağında. Yollar it günündə. Navaha atıblar. Polis gəlib yanıb orada maşından deyir ki, buna da şikayət eləyir, deyir yavaş sürün də. Deyir 80-dan sürür, deyir ki 10-dan da yavaş sürür. Çək sağla sür. Bilmir yara şikayət eləyir. Bunun kim qarşılayacaq təzminatını? Ölüm itim ola bilərdi. Yola baxın, yola baxın. Tullana gedirik. Yoldakı çuxurları da görsənir də videoda. Buna bax. Ne bu da partlayır. Deyir biri burada. 14 dənə maşın saydım. Bax sən özünə 14 dənə maşın saydım. 14 dənə. Yox, sən buna bax, çuxurlara bax. 15. 15 hə. 15-dir bu. Çuxurlara bax bir dənə yol var ki, mənim. Belə şey olmaz heç. Sana oy, kirmiş. gördün? Ha, gördüm də. Sağ-salamat Ay, yavaş. Bakıya çata bilsə. Bu nədir? Cəmaatın canı eş nədir? Bu nədir qardaş? Kimə şikayət eləyər? Bizə də maddi ziyanı kim qarşılayacaq? Təp-təzə təkər almışdım. Nə tər bu qaraqda cırıldı, şişqa verirsə. Buna bax. Yolun ortasında. Bu nədir o? Səhərdən betərlərini görmüşük. Elə betərin birinə də düşdük. 15 dənə maşın. Aynadır. Deyirlər polisə yığırsan, deyir mənlik deyil, aynaya şikayət elə. Aynanı da yığmaq olmur. Olmur belə. Ancaq parkovkada saxlayan kimi çəkməyi bilirlər. Avtobus yolunu bilirlər.